Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Yeni videomuzda xoş gördük hər birinizi. Bugünkü videomuzda 2017-ci il 1-ci qrup qəbul 1-in A variantına baxırıq. Başlayaq 26-cı testdən. Üfüqi səthi boyunca hərəkət edən cismə təsir edən sürüşmə-sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? Burada bizə cismin hərəkət istiqamətini, yəni sürətin istiqamətini sağa tərəf verib. Biz də bilirik ki, sürüşmə-sürtünmə qüvvəsi həmişə hərəkətə əks yönəlir. Ona görə sürətə əks olan cavab, yəni B variantı 2 istiqamətində olacaq. 27. Bir cins maqnit sahəsində yerləşdirilmiş Wilson kamerasına alfa hissəcik daxil olur və M çevrə qövsü üzrə hərəkət edir. Həmin sürətlə bu sahəyə daxil olan proton hansı trayektoriya üzrə hərəkət edir? Birinci, deyirik ki, alfa zərrəcik helium 2-4 atomudur, müsbət yüklü zərrəcikdir. Proton da bilirik ki, P11, yəni H11, belə də deyə bilərik, bu atomdur və kütlə ədədi 1, yük ədədi 1-dir protonun, heliumun isə yük ədədi 2, kütlə ədədi isə 4-dür. İndi bizdə burada hər ikisi müsbət yüklü deyinə, hər ikisi eyni istiqamətdə hərəkət edəcək. Yəni hər ikisini Lorentz qüvvəsi eyni tərəfə çəkəcək. Əlimizi tutub da tapa bilərik əslində istiqaməti. Amma əlimizi tutmaqla cavab tapmırıq. Sadəcə olaraq cavabların içindən bilirik ki, hansı variant ola bilər. Sol əlimizi elə tuta bilərik ki, B xətləri ovcumuza daxil olur. 4 barmaq sürət istiqamətində, yəni yuxarıya, B də ovcumuza daxil olursa, bizim baş barmağımız sol istiqamətdə alınır. Və 4 barmaq belə alınır, baş barmaq da bu istiqamətdə alınır. Və ovcumuzun içinə B xətləri daxil olur deyə əlimizin üstünü görürük. Demək ki, bizdə baş barmaq belədirsə, bu cavablardan ya 4 olmalıdır, ya 5 olmalıdır. Yəni, sağ istiqamətdə qüvvə buna təsir edir. İndi gəlin görək, bunu necə tapırıq. Maqnit sahəsində, demək, çevrə üzrə hərəkət edəcək bu yüklü zərrəcik Lorentz qüvvəsinin təsiri altında və həmin çevrənin radiusu R bərabərdir MV bölünsün QB düsturu ilə hesablanır. Alfa zərrəcik M trayektoriyası üzrə hərəkət edir. Və görürük ki, M-in yaratdığı radius deməli, ya böyük olacaq ondan protonun radiusu, ya da kiçik olacaq. İndi baxırıq ki, eyni sürətlə deyir də, demək, alfa zərrəciyin sürəti nədirsə, protonun da sürəti olur. Hər ikisi nöqtə olan bu sahədədir. Çünki bu sahəyə daxil olur da, B-si də eynidir. Demək, bunun cızdığı radius alfanın R protona olacaq M alfa böl M proton, Q proton bölünsün Q alfa. Bu şəkildə. İndi baxaq, gəlin baxaq. Lap belə yazmayaq biz bunu, elə birbaşa tapaq. Necə tapaq? Baxın, nisbət kimi yazmayaq. Biz baxaq ki, ondan kiçikdir, yoxsa böyükdür. Deməli, alfa zərrəciyin radiusuna baxıram. Nədən asılıdır? Kütlə və yükdən. Kütləsi 4-dür, kütlə ədədi, yük ədədi 2-dir. Bu eləyir 2. İndi protonun yük ədədini bölək 1-in 1-ə bərabərdir 1. Demək, biz görürük ki, alfa zərrəciyin radiusu protondan daha böyükdür. Demək ki, proton radiusu kiçik olmalıdır da. Demək, alfa zərrəcik bu istiqamətdə hərəkət eləyibsə, protonun da 5 istiqamətində hərəkət eləyəcəkdir. Daha kiçik, elə bilin, burada daha kiçik çevrə cızacaq. Ona görə cavab olacaq C variantı. Ümid edirəm ki, izah sizə aydın oldu. Yəni, burada əsas nəyə fikir veririk? Əlimizi tuturuq, istiqamətini bilirik, sağdımı, soldumu və sonra radiusu da yük ədədi ilə kütlə ədədinin nisbətindən, yəni kütlə ədədini yük ədədinə bölüb bilirik ki, hansı radiusda olacaq cızdığı çevrə. 30-a baxaq, burada görünən sualları eləyib keçək aşağı. 30-da verilmiş konturda cərəyan şiddətinin dəyişmə sürəti 2 dəfə azaldıqda bu konturda yaranan öz-özünə induksiya EHG-si necə dəyişər? Öz-özünə induksiya EHG-sinin düsturunu yazaq. Epsilon öz bərabərdir mənfi delta fi bölünsün delta t.
O da bərabərdir mənfi L delta I bölünsün delta T. Həmin konturdan söhbət getdiyinə görə verilmiş konturdur və deyir ki, həmin konturda L eynidir. Delta I böl delta T cəryan şiddətinin dəyişmə sürəti 2 dəfə azalırsa, epsilon öz-özünə də 2 dəfə azalacaq, düz asılıdır. Doğru cavab olur D variantı. 31. Metal sfera müsbət Q yükünə malikdir və bu nöqtələrdə bizdən potensialların arasındakı münasibəti istəyir. Biz dərs sahımızda demişik ki, kürənin daxilində və səthinə qədər, yəni daxilində və səthində potensiallar eyni olur. Yəni, fi O, fi A və fi B bir-birinə bərabərdir. Səthdən uzaqlaşdıqca isə azalır. Demək ki, içəridəkilər daha böyükdür. Niyə azalır? Çünki fi bərabərdir. K, Q bölünsün R-dir, düzdür. R məsafəmiz artdıqca fi azalacaqdır. Onda cavab burada olacaq A variantı. Gedək irəli. 28. 20 qram alüminium kristallaşdıqda nə qədər istilik miqdarı ayrılar? Q bərabərdir. Lambda M düsturu ilə hesablasaq. 3/9 vur 10 üstü 5 vurulsun 20 vurulsun 10 üstü 3 mənfi 3 qramdır deyə mənfi 3 bərabərdir. Bunu da vursaq eləyəcək 7800 joule. Bizdə də kilojoule-landı cavab. Cavab olacaq B variantı 28-də. 29. Mühitlərin sındırma əmsalı arasında münasibət. Biz demişik ki, əgər şua bir mühitdən digərinə keçəndə sınaraq perpendikulyara yaxınlaşırsa, sındırma əmsalı böyük olan mühitə keçir. Sınaraq perpendikulyardan uzaqlaşırsa, sındırma əmsalı kiçik olan mühitə keçir. İndi burada baxıram, şuanın öz əvvəlki yolu budur. Amma sınaraq perpendikulyardan biraz da uzaqlaşıb, öz əvvəlki yolundan daha uzaqda gedir də, perpendikulyara daha uzaqdadır. Demək ki, onda N1 böyükdür N2, kiçik olana keçibdir. N3-də isə tam daxili qayıtma baş verib. Təbii ki, burada da sınıb daha da uzaqlaşıb da, fikir verin. Sınıb daha da uzaqlaşıb, ona görə o da böyükdür N3-dən. Doğru cavab olacaq B variantı. 32. Bir cins maqnit sahəsinə maqnit induksiyasının qüvvə xətlərinin əksi istiqamətdə daxil olan elektron necə hərəkət edər? Deməli, elektron induksiya xətlərinin əksinə daxil olur. Biz demişik ki, yüklü zərrəcik maqnit sahəsində necə hərəkət eləyirdi? Əgər perpendikulyar daxil olursa, çevrə üzrə bərabər sürətlə hərəkət edirdi. Əgər maqnit induksiya xətlərinə paralel daxil olurdusa, yəni induksiya xətti belədir, elektron ya belə ya da belə daxil olursa paralel, onda düz xətli bərabər sürətlə hərəkət edəcək. Doğru cavab olur A variantı. 33. Verilmiş kondensatorun tutum müqavimətinin dəyişən cəryan tezliyindən asılılığı. Tutum müqavimətinin düsturu 1/omega-C. Bunu da açanda 2pi nü-C göründüyü kimi nüdən tərs asılıdır. Doğru cavab olur D variantı. 34. Maddi nöqtənin eyni bucaq sürəti ilə hərəkətində xətti sürətin radiusdan asılılığı V bərabər omega R düsturuna görə bucaq sürəti eyni olduqda R-dən düz mütənasib asılı. Doğru cavab D. 35. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi konturda cəryan şiddətinin amplitud qiyməti IM-dir. Kondensatorun enerjisi sayğacın enerjisindən 8 dəfə böyük olan halda, deməli, elektrik sahəsinin enerjisi maqnit sahəsinin enerjisindən 8 dəfə böyükdür. Cəryan şiddətinin ani qiymətini hesablayın. Tam enerjinin saxlanma qanununu yazsaq, elektriklə maqnitin enerjiləri cəminə bərabərdir. Burada da yazsaq ki, L-IM kvadrat bölü 2 bərabərdir. Elektrik sahəsinin yerinə 8 maqnit qoysaq, bu da maqnit olacaq. L-IM kvadrat bölü 2 bərabərdir 9. Maqnitin də yerinə L-I kvadrat bölü 2. Burada L bölü 2-lər ixtisar olsa, biz alırıq ki, IM kvadrat bərabərdir 9I kvadrat. Buradan da hər tərəfdən kök alsaq, IM bərabərdir 3I. I də bərabərdir IM bölünsün 3. Doğru cavab A variantı olacaq 35-də. 37-yə baxaq. Yaxşı, 36-ya baxaq, keçək. Sırayla gedək.
Hansı qrafik ideal qaz molekullarının istilik hərəkətinin orta kvadratik sürətinin T-dən asılılığıdır? Orta kvadratik sürətini düsturun yazsaq, 3RT böl böyüyüm. M sabit, R sabit, T-dən kök 6 düz. Doğru cavab Y variantı. 37. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olanda bu cisim ya sükunətli olur, ya da düz xətli bərabər sürətlə hərəkət edir. Burada da düz xətli bərabər sürətlə hərəkət edən halı verilib. Çünki sürətin qrafiki zamandan asılı olaraq sürət dəyişmədiyinə görə impuls da mv-dir deyənə kütlə onsuz da dəyişmir. Demək ki, v də dəyişmir deyə p də dəyişmir. Doğru cavab olur A variantı. 38. Müəyyən hündürlükdən üfüqi istiqamətdə atılmış cism üçün hansı fiziki kəmiyyətin qiyməti sıfıra bərabərdir? Buna əgər ağırlıq qüvvəsi dərsinə aid veriblərsə, bu artıq çıxıb bizim deməli proqramdan. Əvvəllər var idi, bu 2017-ci ilin testidir də. İndi çıxıbdır. Amma burada yəqin ki, cavab olacaq cismin çəkisi C variantı. Amma müəyyən hündürlükdən üfüqə atılmış cisim, bir də ki, üfüqə bucaq altında atılmış cismin hərəkəti, onlar proqramda yoxdur, artıq çıxıbdır. 39. Elektrik yükü yoxdur. Foton C variantı. 40. Sarğacın induktivliyini 3 dəfə azaltdıqda konturdakı cəryan şiddətini necə dəyişmək lazımdır ki, maqnit sahəsinin enerjisi 27 dəfə artsın? Enerji bərabərdir L kvadrat bölü 2. 27 dəfə bu artıb, induktivlikdə 3 dəfə azalıb. İnduktivliyin 3 dəfə azalmağı əslində enerjinin 3 dəfə azaldır. Amma enerji 27 dəfə artıbsa, 3 dəfə azalmaya rəğmən 27 dəfə artıbsa, deməli əvvəl 81 dəfə artıb ki, 3 dəfə azalandan sonra sona 27 dəfə artması qalıb. Bunu da 81 dəfə artıran nə ola bilər? I kvadratı 81 dəfə artar. Onda da I 9 dəfə artmış olar. Ya da ki, bu mütənasiblik kimi yazıb tərəf-tərəfə bölə də bilərik. Birinci halda enerji, bir də ikinci halda enerji. Və burada L1, I1 kvadrat, 2 onsuz da nisbətdə gedəcək deyə belə yazıram. L2, I2 kvadratı. Enerji 27 dəfə artıb o deməkdir ki, 2-ni 1-ə böləndə 27 eləyir. 1 bölü 27 bərabərdir. İnduktivlik 3 dəfə azalıbsa, 2-ni 1-ə böləndə 3də 1, ya da 1-i 2-yə böləndə 3 eləyir. Burada I1 bölünsün I2-nin kvadratı. İndi biz burada yaza bilərik ki, 3-ü versək bura, 81-də 1 bərabərdir I1 bölünsün I2-nin kvadratı. Kök alsaq, 9-da 1 bərabərdir I1 bölünsün I2. Buradan da alırıq ki, I2 bərabər 9 I1. Yenə də bayaq dediyimiz cavab, yəni I 9 dəfə artmalıdır. Doğru cavab olur D variantı. 41. Buranı silək. 41. Cismin mayenin səthində üzür deyirsə, bu cisim sıxlığı 2 dəfə kiçik olan digər mayenin səthində üzərsə, birinci halda rho mayedir, ikinci halda rho maye bölünsün 2-dir. Burada da üzür, burada da üzür. Hər iki halda üzür. Ona təsir edən Arximed qüvvəsi və cismin mayeyə batan hissəsinin həcmi necə dəyişər? Baxın, cismin mayeyə batan hissəsinin həcmi V batan bərabərdir. Rho cisim bölünsün rho maye vurulsun V-dir. İndi rho maye 2 dəfə azalıbsa, batan hissənin həcmi 2 dəfə artacaq. Bu bir mənalıdır. Batan hissənin həcmi 2 dəfə artar, bir dənə cavabımız var. Amma Arximed qüvvəsi bilirsiniz niyə dəyişmir? Çünki burada da üzür, həmin cismin üzürsə, Arximed qüvvəmiz ağırlıq qüvvəsinə, yəni mg-yə bərabərdir. Burada da üzür, həmin cisim üzür. Eyni cismin kütləsi onsuz da dəyişməyib ki, həmin cisim bu mayedə üzür də. Yenə də F Arximed bərabər olur mg-yə. Ona görə Arximed qüvvəsi dəyişməz. 42. İki paralel cəryanlı naqil arasındakı maqnit qarşılıqlı təsir qüvvələrinin istiqaməti hansı şəkildə düzgün təsvir edilmişdir? Əgər naqildə axan cəryanların istiqaməti eynidirsə, bu cəryanlar bir-birini cəzb edirdi. Burada da doğru cavab olur B variantı. 43. Verilmiş sarğacdan keçən maqnit selini 3 dəfə azaltdıqda onun induktivliyi necə dəyişər? İnduktivlik maqnit selindən asılı deyil. Ona görə də dəyişməz. Doğru cavab A variantı. 44. Hansı cihazların köməyi ilə elastiklik qüvvəsinin işini müəyyən edə bilərik? İş bərabərdir FH-a. Elastiklik qüvvəsini ölçə bilərik dinamometrlə. H da burada Fs də yaza bilərik yer dəyişmədə, yəni
O da olacaq xəttkeşlə. 1-2 cavabımız varsa, aha var. Y variantı. 45 SD bölünsün epsilon S. S'nin düsturu epsilon 0 S bölünsündür. Buradan da epsilon 0'ı tapsaq, SD bölünsün epsilon S. Epsilon 0 da nədir? Elektrik sabitidir də. Olacaq cavab belə. 48-ə baxaq. Düzxətli bərabər yavaşlayan hərəkət zamanı hansı ifadələr doğrudur? Bərabər yavaşlayan hərəkətdə sürət sabit deyil, sürət azalır getdikcə, təcil sabitdir. Sürət və təcil vektorları eyni istiqamətdə ola bilməz, çünki yavaşlayan hərəkətdir. Əks istiqamətdə doğru cavab olur 2 ilə 4. 49. 100 Selsi temperaturda götürülmüş 100 qram su buxarı kondensasiya olunduqda və alınan suyun temperaturu 50 Selsiyə qədər azaldıqda nə qədər istilik miqdarı ayrılar? Q bərabərdir. Kondensasiya olanda ayrılan istilik miqdarı L su vurulsun M. Üstə gəl. 50 Selsiyə qədər soyuyanda da C su vurulsun M vurulsun delta T. İndi bunu hesablamalıyıq. Buradan sonrası sadəcə vurma toplamadır. 2 onda 3 vur 10 üstü 6 vurulsun. 100 qram suda 10 üstü mənfi 1 yazaq da. 0 onda 1 də 10 üstü mənfi 1. Üstə gəl. C su 4200'dür. Vurulsun. Həmin qədər, həmin alınan su nədir? Həmin bu qədər sudur da. Ona görə yenə 10 üstü mənfi 1 vurulsun. Delta T nə qədərdir? 100-dən 50-yə enibdir və delta T demişik ki, Selsidə nədirsə, Kelvində də eynidir. Onların dəyişmələri bir-birinə bərabərdir. Ona görə də 100 çıx 50 elədi 50. Bərabərdir. İndi bunu hesablayaq. Burada eləyir 2,3 vurulsun 10 üstü 5. 2,3 vurulsun 10 üstü 5. Üstə gəl. Deməli, 4,2-ni 5-ə vuraq. 42-ni 5-ə vuranda neçə eləyir? 210. 210 vurulsun. Bu 10 üstü mənfi 1 ilə bunu aparsaq 10 üstü 2. Burada da bizdən nə istəyir? Kilojolla istəyir. Gəlin elə birbaşa kilojolla keçirdək də bu cavabı. Burada 10 üstü 3'ü ayırsaq, qalır 22 tam 10'da 3 vurulsun 10 üstü 2. Bu da eləyəcək 230. 230 vurulsun 10 üstü 3 üstə gəl. Burada da 10 üstü 3 ayırsaq 21 vurulsun 10 üstü 3. Bu da eləyir 251 vurulsun 10 üstü 3 joule. Yəni 251 kilojoule. Cavab olur 251. Kilojoule istədiyinə görə 10 üstü 3'ü ayırdıq. Davamına baxaq. Mən bunu ötürmək üçün qalanın hamısı silindi. Baxmaq istəsəz videonu əvvələ qaytara bilərsiniz. 46'da qalmışdıq. Riyazi rəqqasın rəqs tezliyinin vahidi, tezlik deyə Hertz olacaq D variantı. Kvadrat şəkilli naqilin A və B nöqtələri cəryan mənbəyinin qütblərinə qoşulmuşdur. Cəryan şiddətləri arasında münasibət. Biz bilirik ki, cəryan şiddətləri müqavimətlə tərs asılıdır. Müqavimət də naqilin uzunluğu ilə düz asılıdır da. Yəni, naqilin uzunluğu da L2 bölünsün L1 olacaq. Deməli, baxırıq ki, A-dan B-yə getmək üçün ikinci, yəni I2-nin yolu nə qədərdir? 3 eldir. 2-nin yolu 3 eldir. L-lə tərs asılıdır axı. Elə bil ki, L2 3 eldir. L1 isə 1 eldir. Onda olacaq cavab 3. Yəni, L-lə I tərs asılıdır. Oradan da tərs asılı götürəndə cavab olur 3. Sonra biz 49'a baxdıqmı? Bir dəqiqə qayıdım. Hə, baxdıq. Qaldı 50. 50-də uyğunluqdur. Baxaq. Deməli, hansı zərrəciklər olduğunu müəyyən eləməliyik. Burada yenə də əlimizi tutmalıyıq. Deməli, yüklü zərrəcik maqnit sahəsinə daxil olursa, burada çevrə üzrə hərəkət eləyəcək. Birinci, üçüncü demək yüklü zərrəcikdir, ikinci yüksüzdür. Cavabların arasında bir dənə yüksüz zərrəcik C-dir. Bu da ikinciyə uyğun olduğuna görə C-ni qoyduq bura. İndi əlimizi tutmaqla digərlərini tapa bilərik. Əlimizi elə tuturuq ki, B xətləri ovucumuza daxil olur. B nöqtə olduğuna görə nöqtə şəkil müstəvisindən bizə doğrudur deyə əlimizin üstün görürük. Sürət 4 barmağı istiqamətindədir. Ona görə də birincidə, baxın, 4 barmağımız belə olanda baş barmağımız aşağı alınacaq. Əlimizin üstün görürük deyənə. Onda bizim qüvvəmiz aşağıdır. Amma
baxın, bu hissəyə baxın. Burada qüvvə bunu yuxarı çəkibdir. Bax, fikir verin, yuxarı çəkibdir. Deməli, onda birinci cismimiz bizim, daha doğrusu zərrəciyimiz necə zərrəcikdir? Mənfi yüklü zərrəcikdir də. Çünki biz aşağı alırıq, amma qüvvə yuxarıdır. Demək ki, mənfi yüklüləri seçməliyik buradan. Burada mənfi yüklülərimiz cavabda elektrondur. Başqa varmı? Hə, antiproton. Proton müsbət yüklüdür deyə antiproton onun mənfisi olur. Üçüncüdə də yenə əlimizi tutsaq, elə əlimizi tutmuşuq da, sürətin istiqaməti 4 barmaq istiqamətində, nöqtədir B-miz, qüvvə aşağı alınır. Burada da elə aşağı çəkdiyinə görə, demək ki, bu müsbət yüklü zərrəcikdir. Müsbət yükümüz də proton və alfa zərrəcik olacaq. Demək, cavab oldu 1-ə B, D, 2-yə C, 3-ə də A, D. Ümid edirəm ki, hər şey sizə aydındır. Videolardan yararlanırsınızsa kanala abunə olmağı, bəyənməyi, paylaşmağı, dostlarınızla bölüşməyi, rəy bölməsində geri dönüşləri etməyi unutmayın ki, dəstəyiniz bizim motivasiya mənbəyimizdir. İnşallah gələn videolarda görüşənə qədər hələlik.